baxın bu şəklə və hər kəs yaxın dursun, dinləsin məni. Əsasən eyni zamanda əsgər valideynləri və bütün nazirliklər. Və mən öz adımdan xahiş edirəm, baxın, hər bir nazirlikdən, yəni güc strukturlarından əsgərlə görüş məsələsi xahiş edirəm öz həllini tapsın. Bizim əsgər qürurlu əsgərdir. Bizim əsgər öz gücü ilə, öz düşmənə o göstərdiyi o nifrəti ilə qəhrəmanlıq salnaməsi yazdı. Bugün valideynlər çox əziyyət çəkir, əsgərlərlə görüşə bilmirlər və bəzi halda məzuniyyətlər də gecikir. Əsgər var ki, bəlkə də bir 7-8 aydır ev üzü görmür. Yəni nə mənada demək istəyirəm? Yəni əsasən analar biraz əsgər anaları da əziyyət çəkirlər. Mən xahiş edirəm ki, bu məsələni bir qaldırın, bir kömək olağın. Yəni görüşsünlər əsgərləri.